Daha bir fərqli millətdə olan cütlüyün qonağıyıq. Samirin və onun Qazaxstanlı olan həyat yoldaşı Jannanın. Maraqlıdır Samir, Janna ilə necə tanış olmusunuz? Harada tanış olmusunuz? Janna ilə ilk tanışdığım internet vasitəsilə olmuşdu. Pandemiya vaxtı idi, 2020-ci ildə bildiyimiz kimi. Və heç vaxt yəni, elə bir şey etməzdim də, yəni ki, internetdə mən kiməsə yazdım. Sadəcə bilmirəm, hansı qüvvələr mənə apardı, amma apardı. Yazdım, sonda necə deyərlər, istədiyimə nail oldum da başladım danışmağa. Və haradasa yox, düz bir il biz ancaq internet vasitəsilə tanışırdıq. Və o bir il ərzində əlbəttə başa düşürdüm ki, aramızda nəsə əmələ gəlir, belə deyək. Və avqust ayı idi, 2021-ci ildə. Xanım elə bir Krasnodar şəhərində tibb universitetində oxuyurdu. 13-cü kursuydu. Və elə qərara gəldim ki, gedəcəm yanına. Yəni belə aldım bilet. Azərbaycandan getdiniz Rusiyaya? Azərbaycandan belə. İşləyirdim, mühasib işləyirdim burada. Getdim ərizəmi yazdım. İşdən çıxdım, getdim biletimi aldım və getdim Krasnodara avqust ayının 25-i idi. Yəni Jannaya görə bu qədər şeyə göz aldınız və buradan işdən də çıxdınız, getdiniz Rusiyaya. Deyirəm, hansı qüvvələr aparırdı, mən bilmirəm, necə oluyor, amma elə olur. Yəqin, sevgi yəqin belə olur. Və getdim Krasnodara, elə bir həmən vaxtı da 25 avqust idi. Janna da elə Qazaxstanda idi. O da Krasnodara gəldi. Mən də Bakıdan elə gəldim Krasnodara və ilk görüşümüz elə aeroportda oldu. Aeroportda oldu, görüşdük. Ondan sonra da 4 ildir artıq bir yerdəyik. Janna necə xatırlayır? Yəni bir düşünürdümü ki, Azərbaycanlı bəylə ailə qurar? Никогда не думала, что я выйду замуж за азербайджанца. Но типаж мне всегда нравился такой. То есть как бы более Кавказ. Я понимала, что когда я переехала в Россию, я понимала, что русский парень точно нет, потому что у меня ментальность другая, несмотря на то, что я этнически, ну как бы славянка, но Казахстан все-таки дал свой отпечаток вот такой вот. Поэтому первая встреча, да, она была такая, не очень хорошо я уже помню, но волнительно было. İlk görüşümüz, xanım dediyi sözlerine göre, ilk görüşümüz böyle maraqlı keçdi. Və həyatında heç vaxt fikirləşmirdi ki, məsələn, Azərbaycanlı bir şəxslə ailə quracaq. Amma başa düşürdü ki, yəni Rusiyaya gələndən sonra dedi ki, yəni sırf Qafqaz tipajlı insanlar daha yəni ürəyə yaxındır. Çünki həm öz Qazaxstan mentallığı var daxilində, doğrudan da elədir. Yəni ki, Rusiyada qalan ruslarla, məsələn, slavyanlarla, Qazaxstanda qalan rus-slavyanlarla arasında fərq var. Və yəni bunu nəzərə götürərək, yəni Qafqaz yəni daha həmişə onu bu yəni zahiri görünüş baxımından daha xoş idi, həm də mental baxımından Qafqazlar daha yaxın idi. Yəni belə. Janna xanım mən bilirəm ki, Qazaxstandan, yəni Qazaxstan vətəndaşıdır, amma Qazaxlara heç bənzəmir. Kökənliyi çox belə rəngarəngdir belə götürək də. Yəni ki, bir hissəsi atası Ukraynalıdır, yəni Ukrayna və Moldova. Anası da Mamuça, кто по национальности? Русская, но дедушка цыган. Anası elə bir yarı Rus, atası da Половинчатый. Qaraçı. Qaraçı. Moldova. Yəni belə. Ona görə də çox da belə Qazaxstana bənzəmir. Amma düzdür, biraz suyundan nəsə var, gözləri biraz da olsa qıyıqdır, amma o qədər də deyil. Samir, siz dediniz ki, Jannaya görə işdən çıxdım, buradan Rusiyaya getdim. Yəni bu qərarınızı ailənizə dedinizmi? Yəni onlar necə qarşıladılar, necə bir münasibət göstərdilər? İstər ailə, istər dostlar, qohumlar? Əlbəttə, ilk öncə ailəmlə danışdım, anamla danışdım, atamla danışdım. Bizdə bilirsiniz necədir? Biz həmişə elə olub ki, mənim ailəm, mənim anam, atam həmişə dayaq olub mənə və hər dəfədə bütün qərarlarıma hörmətlə yanaşıblar. Bizdə olmuyor elə bir şey ki, nəsə qadağalar olsun, bunu eləmə, nə bilim, kimsə başqa cür başa düşər, filan kəs necə baxar. Elə bir söhbətlər heç yox olmuyor. Yəni, gəldim, dedim ki, vəziyyət belədir, ürəyim istəyir. Əlbəttə ki, onlar da oğlu buraxmaq istəmirlər, daxildən, amma hiss edirdim onu. Amma özləri də yəni, görürlər ki, mənim istəyim böyüdür, dedilər ki, get bala, biz sənin arxandayıq. Yəni belə, yəni çox belə yaxşı qarşıladılar. Jannanın bəs ailəsi necə qarşılayıb?
Jannanın ailəsi ilk öncə biz danışmağa başlayanda anasının çox qorxurdu. Nəyə görə? Anası ümumiyyətlə keçmiş polisdir. Aha. Və qızının onda 21 yaşı var idi. Jannanın 21 yaşı var idi. Mənim də 28 yaşım, aramızda 7 yaş var fərq var. 28 yaşım var idi. O da çox sualları var idi ki, bəyəm yekə kişidir bu. Mənim qızımdan nə istəyir? Başladıq danışmağa. Sonra əsas məqam ondan ibarət idi ki, bütün sənədləri istədi. Ay şey haqqında oturmuşam, oturmamışam türmədə. Məhkumluq haqqında. Ay nə bilim, məskəlidə olub olmayıb. Ay nə bütün sənədləri yığdım, necə lazımdır. İşdən də icazə aldım, getdim. Asandan məhkumluq ərajini götürdüm. Hamısını göndərdim. Pravamı göndərdim, şəxsiyyət vəsiqəmi göndərdim, diplomlarımı, nə bilim, bütün nə var hamısı göndərdim. Ucuz güldülər orada onlardı. Yəni belə, sonra da qəbul elədilər. Yəni ki, yaxşı da qəbul elədilər. İndi nə kimdə şükür Allaha hər şey. Yəni qaynanan sizi yaxşı mənada bir çətinliyə salıb. Hə, yəni sənəd baxımından. O da ona görə ki, polisdir də. Yəni keçmiş polisdir ona görə. İndi necədir münasibətiniz qaynananızla? İndi əla, çox gözəl. Yəni hər dəfə danışırıq. Çox vaxt düzdür video ilə danışırıq. Amma elə bir sentyabr ayında getmişdik Qazaxstana. Bir ay yarım qalmışdıq orada. Yəni çox da gözəl qəbul eləmişdilər. Necə lazımdır. Yəni aramız da yaxşıdır. Özü də cavandır. Yəni ki 40 sorub sevməyim də. 47 yaşı var. Mənim də 33 yaşım var. Yəni aramızda o qədər də böyük bir fərq yoxdur. Ona görə də yəni ki atnaşınyamız çox belə gözəldir. Bilirsiniz də bizdə gəlin-qayna münasibəti həmişə aktualdır. Bəs Jannanın sizin ananızla münasibət necədir? Maraqlıdır, Janna özü cavablandırsın sualı. Как у тебя отношения с моей мамой? Отличная. Нет никаких проблем. Из-за того, что, да, как бы она, несмотря на то, что она местная, здесь родилась и выросла, но отличные отношения. Mən özümdən bir kəlmə də şey deyim, əlavə edeyim. Anam milliyyətçi ümumiyyətlə Rusdur. Amma Azərbaycan Rusudur. Malakan Elbi İsmail rayonunun İvanovka kəndində. Yəni burada doğulub başa gəlib. Burada anası da burada doğulub, atası da ulu nənələr, babalar hamısı. İvanovkanı bizdə hamı tanıyırdı. Yəni mamam da Rus olduğuna görə bunların arasında yəni ki o qədər də ümumiyyətlə anam elə bir mental qadın deyil də, mental cəhətdən elə qadın deyil ki, yəni ki kiməsə gəlsin öz qayda qanunlarını qoysun və s. Yəni özünüz bilərsiniz. Yaşayın, hər şey yaxşı olsun, yaşayın. Bax belə, yəni həmişə belə həyata baxışı budur. Bir videosu çıxmışdı qarşımıza. Jannanın mağazaya gedir, orada Azərbaycan dilində danışır və hətta qeyd edir ki, bir neçə aydır mən buradayım, amma bu yaxşı nəticədir Azərbaycan dilinə. Yəni öyrənirmi dilimizi? Yəni siz kömək edirsinizmi? Сейчас я покажу, как я покупаю сама себе яблоки сушеные. Hanım. Selam. 200 gram alma grosu zahmet olması. 200 грамм алма grosu. Вот так. Взяли. Учим потихонечку и разговариваем. Mən o qədər də kömək eləmirəm. Düzün desəm. Kimi öyrəndirməsin? Özü. Yəni interneti açır, YouTube'dan, ChatGPT vasitəsilə. Yəni ChatGPT ilə dostdur bu. Yəni oturur, yəni bütün nə lazımdır yazır, tərcümə edir. Mən sadəcə ona tələffüz baxımından köməklik göstərirəm ki, bu hərf necə oxunmalıdır, bu söz necə oxunmalıdır, amma əsas özü öyrənir. Mən hətta özüm evə gəlirəm, mənim bir dənə video var, məni qarşılayıb, yəni deyir ki, salam, içəri keçin zəhmət yox, axşamınız xeyir, içəri keçin zəhmət olmasa. Mən də gedim, pay atını, bunu sən harada öyrənmirsən? Yəni mənə özümə də maraqlı, həm də işləndə də Təcrübə. Həm təcrübəm, həm də sevinirəm daxildən, yenə nə qədər olsa. Çünki mən heç vaxt deməmişəm ki, öyrənməlisən, dili bilməlisən. Özü görürəm ki, özü istəyir, özü öyrənir, mənə daha xoşdur. Çünki mən desəm ki, öyrən, bu o qədər də xoş olmaz da, bu normal bir şeydir. Amma özü öyrənir, mən də belə eşitəndə əlbəttə ki, gülümsüyürəm. Akşamınız xeyir. Her vaxtınız xeyir. İçeri keçin zahmet olması. Koy atını, откуда ты выучил? Ben Azerbaycan dilini öğrenirim. Что, на курс записал, что ли? Maraqlıdır. Hansı ifadələri, hansı sözləri öyrənib deyə bilər indi? Последний, Добрый вечер, не знаю. Akşamınız xeyir, xoş olsun, salam.
Bir latte zahmet olmasa standart, siropsuz, şekersiz, что еще все это говорят? Yəni belə ifadələrdə. Ancaq gündəlik istifadə Bəli, olunan. gündəlik istifadə olunan kofe alanda, yəni mağazaya gedəndə, nəsə lazım olanda ya da bazarda nəsə alanda, yəni pomidor, xiyar alanda Zahmet olmasa 100 gram, 200. 200 Да. gram alma qurusu. Zahmet olmasa. Yəni belə, yəni ancaq belə kəlmələr öyrən. Necə münasibət göstərilir? Məsələn, Janna gedir mağazaya, məsələn, cəhd edir Azərbaycan dilində danışır və bilinir də ki, Azərbaycanlı deyil. Иногда бывает так, что я говорю на азербайджанском, потому что мне некомфортно говорить на русском. Ну, как будто я должна его знать, но иногда люди думают, что я владею полностью азербайджанским, а я знаю только вот несколько фраз, и бывает так, что они потом продолжают со мной говорить, а я стою и говорю: Азербайджан bilmiyorum, Azerbaycan dilini bilmiyorum. Deyir ki, mağazaya gedəndə, yəni mağazaya gedəndə Azərbaycan dilində elə bir özünə daxilində belə hissi var ki, danışmalıyam mən bu dildə. Bura gəlmişəmsə danışmalıyam. Deyir, bir 2-3 dənə söz deyəndən sonra qarşı tərəf başlayır Azərbaycan danışmağa. Deyirəm, mən də deyirəm ki, Azərbaycan dilini bilmirəm də. Bu qalanı rus dilində, mən 1-2 dənə söz bilirəm deyir. Yəni belə, yəni amma yəni ki, özüm də görmüşəm, yəni pis rəftar heç bir kəsdən görməmişəm. Əksinə, mən görmüşəm ki, kiməsə müraciət edir rus dilində və ya qardaş ya da bir bacımız keçəndə bilmir rus dilində heç nə. Amma çalışır, ay nə bilim, əllə, ayaqla bir deyər ki, başa salsın ki, necə eləyim. Bizimkilər doğrudan da çox belə, çox yardımsevərdirlər, doğrudan da elədir. Evdə bəs hansı yemək bişirir? Qazaxıstan yoxsa Azərbaycan, yoxsa bunu balanslaşdırırsınız necəsə? Qazaxıstan mətbəxindən saysam 3 dənə, 4 dənə mən yemək hissə saya bilərəm. 5 barmaqdır, kuardaq, qavurdaqdır. Əsasən tanınmış yeməklər onlar. Bağırsaq, mən bildiyimə görə, bəlkə nəsə yenə də var, amma mən bilmirəm də. İndi bəlkə Qazaxıstanlı qardaşlarımız bizə... Amma bir məşhur yemək, məsələn, 5 barmaq bizdə eşitmişik. 5 barmaq, ən məşhur 5 barmaqdır, at ətindən hazırlanır. Onlar mətbəxində var. Yəni, onlar mədəniyyətdən normal sayılır bu. Bağırsaqdır, bu da bir, belə deyək də, xəmirdən hazırlanmış bir şirin, həm şirin yeməkdir, həm duzlu yeməkdir. Piraşki kimi bir şeydir, belə deyək də, yəni ki. Qavurdaq da, o da at ətindən, ya da atın içalatından, kartoşka ilə bişirilən bir belə, bizim cızımıza oxşur. Yəni, belə bir yeməkdir. Pişirəndə ya mantı pişiririk, ya da 5 barmaq pişiririk, o da at əti olanda. At əti yoxdur. Yəni, biz bura gəlmişdik, Qazaxıstandan biz bura gələndə oktyabr ayıydı, keçən ilin, oktyabr ayında. Özümlə alıb gətirmişdim, dostlarıma söz vermişdim ki, gətirəcəm, siz dadına baxarsınız. Qazaxıstandan gətirdiniz. Qazaxıstanda getdik, aldıq həm at ətin, həm də atdan belə xüsusi kalbası hazırlanır, adı şujuqdur, yəni bizdə sucuq deyək ona. Və hazırladıq 5 barmağı, atam da gəlmişdi, dostlarım da gəlmişdi, hamımız bir yerdə oturmuşduq. Hamısında xoşuna gəldi, dadları damaqlarında qalıb, indiyənə kimi deyirlər ki, ay Samir, bir dənə bunu təşkil elə. At əti yoxdur hələ ki, Qazaxıstana gedəndə alaram. Amma evdə əsasən Avropa mətbəxidir. Məsələn, Janna çox vaxt Avropa mətbəxinə aid olan yeməkləri Janna pişirir. Azərbaycan mətbəxinə aid olanı əsasən mən pişirirəm. Yəni, aş olsun mən pişirirəm, küftə bozbaş olsun mən pişirirəm, piti olsun mən pişirirəm. Yəni, belə kişi yeməklər. Düzdür, aş bez kişi yeməyə saymıram, aşı özüm gözəl bacarıram. Harada ki, belə deyək də, yüngül motorik işi lazımdır, əllə zaddan. Dolmanı, məsələn, Janna bükür, yəni dolmanı pişirmişdir bir dəfə mənim ad günümü, hədiyyə eləmişdim. Mən də onda belə bilməzdim. Onda Krasnodarda qalırdı onda. Bilirdi ki, xoşuma gəlir, darıxmışdım. Pişirdi, gəldim, gördüm ki, dolma. Yəni, çox sevinmişdim, darıxmışdım dolma üçün. Qutablardır, qutab pişirir, yəni göy qutabı olsun, ət qutabı olsun. Qalın qutabı düzdür, xoşlamır. Amma belə qutablar da pişirir, bizim mətbəxə aid olan yeməkləri. Amma qalan yeməkləri, qalan deyən kimi saydalarım da, yəni onları mən pişirəm. Janna necə, hansı yeməklərinizi bəyənir? Azərbaycan. Кутабы, пити. Piti. Что еще прям я так очень... Plov da, который... Plov, который готовит Samir. Plov həmişə gidirik plov pişir. Yəni onu çox xoşlayır, hər dəfə deyir ki, onu hazırlayardın. Mən də həmişə hazırlayıram, sevinə. Yəni belə. İstərdik mətbəxdə də öz məharətini göstərsin Janna xanım və bugün bizə nə hazırlaya bilər məsələn?
Что будешь сегодня готовить? Буду сегодня готовить манты. Не могу сказать, что это прям казахское блюдо. Вся Средняя Азия готовит. Просто в Казахстане преимущественно готовится картошкой. То есть как бы больше, наверное, nigде. Mant hazırlayacaq bu günləri. Yəni demək istəyir ki, sırf Qazaxıstan mətbəxinə aid olan demərəm. Yəni sırf çünki Mərkəzi Asiyada hamı Mərkəzi Asiyada, bəli. Türkmənistan, Bəli, bəli. Özbəkistan, Qırğızstan, Qazaxıstan. Sadəcə deyil, Qazaxstanda yəni kartof əlavə edirlər çox vaxt ora. Yəni uşaqlıqdan belə görüb ki, bizdə evdə elə bişiriblər. Ona görə də bu günləri duraq gedək mantı bişir bizim üçün. Menümüzdə mantı var onda. Qalxaq, mətbəxə gedək. Duraq. Bəli. Janla bizə Orta Asiya mətbəxindən olan mantı hazırlayacaq və bir-iki sualım olacaq yeməkdən öncə. Yəni siz burada hansı işlə məşğul olsunuz? Bilirəm ki, Janla xanım blogerdir, videolar çəkir. Bəli, Sosial şəbəkəsində paylaşır. Janla bura köçəndən sonra, yəni o ilk köçdüyü 2 ay heç nəyə məşğul değildi. Yəni belə də özünə bir yer tapa bilmirdi. Sonra da belə bir qərara gəldi ki, bloqinlə məşğul olsun və çox da gözəl şükür alınır. Ondan savayı bəzi tədbirlər təşkil eləyir və Sumqayıtda keçən dəfə piknik təşkil eləmişdi, amma sırf xanımlar üçün. Nəyə görə xanımlar üçün? Çünki yəni təəssüratları elədi ki, Sumqayıt biraz kişi şəhəri olduğuna görə istəyir ki, qadınlar da biraz arada bir çıxsınlar, şənlənsinlər və ona görə bəzi tədbirlər təşkil eləyir. Ondan savayı tibbi təhsili olduğuna görə bəzi konsultasiyalar da eləyir, yəni yeməklə bağlı, düzgün qidalanma ilə bağlı. Mən özüm isə freelance iş ilə, məndə freelancedir iş, yəni mən də ümumiyyətlə, mən harda yaşayıram fərq etmir. Çünki daşınmaz əmlakla məşğulam Krasnodar şəhərində, Qaradəniz sahil boyu, yəni Soçi olsun, Anap olsun, ondan savayı Dubay və Tayland. Maraqlıdır, bəs Krasnodardan Azərbaycana köçməyiniz necə başladı? Yəni necə gəldiniz bura, necə qərar verdiniz? 3 il yaşadım, 3 il yarım yaşadım Krasnodarda belə. Biz elə bir 2021-ci ildə tanış olduq və 2024-cü ildə də elə bir bəli biz köçdük. 2024-də qərar çox asan deyəndə ki, xanım təhsil alırdı. Tibbdə, yəni dediyim kimi də universitetdə. Onu bitirdi və o da əcnəbi, mən də əcnəbi və Rusiyada biraz sənət problemləri olduğuna görə, yəni ki, belə deyək də, bizim orada qalmaq hüququmuz yəni heç nəyə əsaslanmırdı. Yəni o vaxtı Janna xanım orada oxuyanda məsələn, onda illik ona registrasiya falan verirdilər və orada yəni rahat yaşaya bilirdi. Amma ondan sonra bitirdi, yəni gərək qala bilərdi orada açığım deyildi. Sadəcə çox getmək istəyirdi Azərbaycana. Açığı deyim, Azərbaycana mən gətirməmişəmdir. Bəziləri elə bilər ki, mən gətirmişəm. O məni gətirib Azərbaycana. Janla gətirsə Azərbaycana. Bəli, biz elə bir getdik birinci Qazaxstana. Bir ay yarım qaldıq orada. Yəni, qaynanamla tanış oldum, qardaşlarla tanış oldum. Yəni, dediyi, güldüyü, şənləndiyi. Yəni, bir həyat yaşadıqdır bir ay yarım ərzində. Sonra belə bir məqam gəldi ki, yəni, həm də mənə də işləmək lazımdır. Burada özünə bir nəsə tapmaq, iş tapmalı idi. Və qərara gəldi ki, gedək Azərbaycana. Belə yəni. Nə qədər müddətdir buradasınız? 7 aydır buradayıq. 7 aydır buradayıq. 2 ay biraz əziyyət çəkdik. Tanış yox, tunuş yox. Sonra da belə alındı ki, hamısı da bu da internet. Yəni TikTok, Instagram köməkli göstərdi. Bir post yazdı ki, kim rus dillidir falan. Ondan sonra bir grup yarattı, 100 nəfər. Yəni ondan sonra indi böyük bir community var, hamısı xanımlardır. Yəni 90-100 arası xanımlardır. Yəni onlar üçün də belə deyim, tədbirlər təşkil edir. Yəni indi hal-hazırda biz məsələn harasa gəzməyə gedəndə, yeni tanışdıqlarımız olanda hamısı Jannanın sayəsindədir. Məndə ancaq köhnə tanışlar qalıb burada. Təzə tanışdıqlarım yoxdur. Azərbaycan çox istəyir. Yəni mən özüm deyə bilərəm. Yəni bura köçdüm və Azərbaycan mənə deyir ki, hər şey əladır. Bizdə məsələn necədir çox vaxtı o pisdir, bu pisdir. Gəlib yoxu nə danışdın? Hər şey əladır. Deyirəm, xoşuna gəlib də. Mən özümü açığı deyim, mən özümü burada daha qeyri-komfort hiss edirəm, nəinki xanıma. Çünki həm də deyil, ən əsasda nə həmişə vurğulayır, Rusiyada çox idi bu, ki, təhlükəsizlik baxımından. Həmişə stresdə idi, çöldə olanda,
axşam saatları olsun, gündüz saatları olsun. Amma deyir Azərbaycana köçəndən sonra deyir təhlükəsizlik haqqında düşünməyimi deyir unutmuşam da ümumiyyətlə. Çox təhlükəsiz yerdir. Neçə olsun, mağazaya gedir, tək də çıxır. Yəni şükür Allaha ki, yəni heç bir problem yox. Mən həmişə ona deyirdim ki, bizdə narahat olma. Hər şey normaldır. Ona görə də hər şey onun xoşuna gəlir. Yəni. Ev işlərində maraqlı kömək edirsiniz? Mən Bəli. ev işlərinə düzdür, əsas işləri xanım görür, yəni belə deyək də. Ancaq yeməkdə 70% mən nə edirəm? Aş bişirirəm, piti bişirirəm, küftə bozbaş bişirirəm. Yox, yemək bişirirəm məsələn. Kartof qızarmasıdır, mən bişirirəm. Çünki kartofu mənim kimi qızarda bilmir. Aha. Doğrudan da elədir. Başqa yeməklərdə bu xanım bişirir. Məsələn, evi yer şey edəndə toz soğuran mən neydi? Mən toz soğuranlayıram. Qalan işləri xanım görür. Yəni yer silmək falan da. Yəni qab-qacaq yumaqda 95% janna yuyur, amma elə vaxt olur məsələn nasazdır, baş ağrıyır, xəstədir. Əlbəttə ki, bir yerdə yaşayırıq. Bəli. Yoldaşımdır. Onu çox istəyirəm, əlbəttə ki, götürürəm, problem deyil. Yuyarıq, silərik. Burada deyirsiniz ki 7 aydır Azərbaycandasınız da. Yəni burada toy oldu Azərbaycanda. Böyle bizim necə deyim, bizim düşündüyümüz kimi yəni bizə toy olmadı. Yəni ki, təmtarahla və belə deyək də şadlıq sarayı falan. Özümüz yəni çünki belə deyim də biz elə bir 3 il yaşayırdıq Rusiyada. O xanım Qazaxıstan vətəndaşı, mən Azərbaycan vətəndaşı, ikimiz əcnəbi olduğumuza görə biz orada məsələn rəsmi olaraq zaks edə bilmirdik. Ya konsulluğa getməliydi, o da Moskvadaydı. Və elə bir qərara gəldi ki, gözləyək ya Qazaxıstana, ya Azərbaycana gələndə hər bir ölkənin birində eləyərik. Sonra Azərbaycana gələndən sonra asan xidmətlə də, bizdə hər şeyin asan xidmətlə işlər görülür. Orada ərizəmizi yazdıq və şəhadətnaməni aldıq həbsdə. Yəni belə. Amma toy yox. Yəni belə də öz yaxınlarımız üçün, yəni İngilvari evdə, anam, atam, qardaşım da Moskvadadır. Dördümüz, başqa heç. 4 nəfər. 4 nəfərlik vallahi toy. Yəni açıq deyim, çünki biz həmişədən həyat sürərkən öz aramızda danışanda mən də xanımın fikrini öyrənirdim, o da mənim fikrimi öyrənirdi və heç vaxt istəməyib də, ay toy olsun. Mən də məsələn açığı 300 nəfər, 400 nəfər, ay nə bilim, tanımadığım insanları mən niyə toya çağırım? O toya gələnlərin 20 nəfəri mənim doğrudan da xoşbəxtliyimi istəyəcək ya istəməyəcək də. Ona görə qərara gəldik ki, elə o toya xərclədiyimiz pulu hansısa bir səyahətə xərcləyək. Ona görə də qərara gəldik ki, elə qalaq. Qazaxstandakı qohumlarınız nə düşünür? Məsələn, qaynananız istəyirmi orada toy eləyəsiniz? Yox. Açığım yox. Yəni orada onlara da elə eynidir. Yəni ki, belə bir söhbət yox. Atası sağ olsaydı, atası sağ olsaydı 100% hə. Amma anası yox. Yəni elə bir nə deyim də belə bir tələbi yoxdur. Yəni belə. Ona görə də Maşallah Janna xanım mətbəxdə çox cəlddir. Artıq bütün mantıları hazırladı. Elədir. Ümumiyyətlə cəldi işləyir. Bəli. Bu ümumiyyətlə bu xırda əl işləri zadı falan, yəni bu Krasnodarda qalanda həm də xəstəxanalara gedirdi praktika üçün. Və belə balaca olmağına baxmayın, yəni insan başı tikib, yəni bəzi əməliyyatlar da edib, apenditsit kəsib. İnsanlar yəni ki, belə bir xanımdır. Bazarlığı var o baxım. Bəli, çox cəlddir. Mən mantına diqqət edirəm. Mantı biraz həm də asan yemək deyil. Həm də ilk dəfədir, yəni bunu nəzərə alın. İlk dəfədir. İlk dəfədir. Ümumiyyətlə Rusiyada hazırlamayıb. Heç vaxt. Həyatında heç vaxt mantını hazırlamayıb. İlk dəfədir. Amma belə gözəl görsənir. Maladyet. Mantılar artıq hazırdır və onları qazana qoyacaqsınız və buğda bişəcək, hə? Да. Ну, спрашиваю, на пару да будет готовиться? Su əlavə eləyir. Bəli, su əlavə eləyir. O su qaynayır 20 dəqiqə. Bəli. Ardasa bir 10 dəqiqə, 15 dəqiqə qaynayacaq. Və onun buxarında... Bəli, qaynayandan sonra və sırf onun buxarında. Çünki yəni fikir verdinizsə, sırf bu mantışnica deyirlər buna Mərkəz Asiyada. Yəni deşik-deşikdir. Bəli ki, sırf buxarda bişəcək.
və digər qablar da onun üzərinə qoyulur. Bəli, bəli, olur 4 mərtəbəli Və qazan. üstədə bir qapaq. Ki, Bəli, o buxar ki çıxmasın buxar kənara. çıxmasın, bəli və buxarda tam bu işin 15-20 dəqiqə. Tərkibi də что состоит? Здесь у нас говядина, фарш из говядины. Не было времени, к сожалению, рубленое сделать. Вот, здесь лук, курдюк, соль, перец и зира. Yəni tərkibi belə deyək də mal ətidir. Mal ətin elə bir qiyməsi. Düzdür, əslində döymə olmalı. Həm vaxt söhbəti var, həm də belə bir imkanımız yoxdur evdə döymə eləmək üçün. Sonra kartofdur biraz, soğandır, quyruqdur, qoyun quyruğu və ədvar da cirə deyirlər də bizdə. Qoğala da bizdə əlavə edirlər, mən bildiyimə görə. Duz istiyor. Yəni bu qədər sadə, buğda da pişir. Diyetik qəşəng yeməkdir, belə deyək. Diyetik, çox diyetikdir. Çox ağır yeməkdir. Amma boranı ilə və digər növlərini də mən yemişəm. Bəli, var. Boranı ilə də eləyirlər. Mən görmüşəm həm boranı, sırf kartofla eləyən də var. Kələmlə də görmüşəm mən. Çünki mən həm də mən institut oxuyanda bizdə elə bir Qırğızstan uşaqları vardı. Onlar kələmlə də eləyirdilər. Çox belə maraqlı dadı var idi. 20 dəqiqə keçdi və artıq yeməyimiz hazırdır. İndi Janna xanım onu təqdim edəcək bizə və biz də onun dadına baxacağıq. Mən bunu qoyum ora. Üst hissəsi уже hazırdır da. Bir hissəsini bura qoyaq. И крышечку. Сюда, веревочек. Veririk o. Buxarda pişir. Buxarda, bəli. Qəşəng qoxusu gəlir. Və belə qabda yeyirsən, onu ümumi. Adətən bəli, onu elə bir ümumi qaba belə qoyulur, ortalığa qoyulur. Düzdür, xüsusi soğusu da olmalıdır. Açığı, belə deyək. Sousla. Bəli. Biz qatıqla yeyirik onu. Qatıqla. Mən həmişə belə smetan, sarımsaq falan belə bir şey. Sadəcə sarımsaq istəmədik olsun. Yəni hər kəs müxtəlif. Tomatla da yeyən var. Ketçupla yeyən də var. Qatıqla. Biz qatıqla yeyirik daha. Çox dadlı olur qatıqla. Buyurun. Peki ayrı bir şey... Ayrı bir qab. Тарелочку дай, мать, пожалуйста. Сейчас дайте какую большую? Не маленькую какую-нибудь, да, чтобы... Ну пусть будет такая. Puz будет такая. Şöyle mən sizə qulluq edeyim. Çox sağ olun. Bir də kifayətdir mənə. Bir dənəsi bəs. Bəli. Smetan da var mı? Smetan da dadlı olur, bəli. Mən bunu əlinə götürəcəm. Çünki mən çəngəlin açıq bunu yeyə bilmirəm. Götürdüm artıq smetanı. Amma isti da şey o. Çox istidir. Biraz soymalıdır. Nормально по соли? Da. Və çox dadlıdır. Çox dadlıdır. Mən tez-tez yeyirəm mantı. Həqiqətən dadlıdır. Похоже на те, которые готовят в Туркменистане? Türkmenistanda hazırladığı mantılar oxşuyur. Bəli, Türkmenistanda. Eyni də elədir. Ha, yox. Очень вкусно. Молодец. Правда? Reально. Çox dadlıdır. Əllərinizə sağlıq. Вообще. Çeşitli. Əllərinizə sağlıq. Bəli, çox dadlıdır. Çox Özü bir izlə pişirir. Yəni mən doğrudan İlk da dəfə də. havada. Əladır. Təşəkkürlər. Çox sağ olun. Buyurun.